Yeni bir vlogdan hər birinizi salamlayıram. Kanalıma və vloguma xoş gəlmisiniz. Sizin üçün 2 günlük vlog hazırlamışam və vlogumu istədim ki, elə səhər tezdən başlayım ki, daha da maraqlı alınsın və gün ərzində nələr etdiyimi siz aydın formada görə biləsiniz. Və bundan başqa da bu vlogumda sizə yenidən necə diyetaya başladığımı və necə davam etdiyini sizə danışacağım. Hətta indi səsləndirməni edirəm. Düzdür, bu vlogu bir neçə gün əvvəl çəkmişəm. Hal-hazırda səsləndirib və montaj edə bilirəm. Buna görə də artıq 1 kilo vermişəm. Bilmirəm, indi bu yəqin ki, yağdan filan getməyib. Sadəcə ümumi şirinlikdir ya da bədəndə olan sudur. Nəsə ilk vaxtlar onsuz da tez vermək olur. Sadəcə mən neçə vaxt idi ki, heç o 1 kilonu belə verə bilmirdim. Buna görə də hələ ki yaxşı gedirik. Bu arada mən aralıqlı oruc edirəm və bunu da vlogumda sizin üçün ətraflı formada danışmışam. Əgər sizə daha çox maraqlı gəlsə, mən öz günlük rutinimi sizin üçün də çəkərəm. Burada isə başlayıram artıq təmizliyə. Məni bilirsiniz ki, bu aralar özümə rutin kimi hazırlamışam. Çox vaxtı, nə yalan deyim, ən sona saxlayırdım yataq otağını yığışdırmağı, yəni yataq yığmağı filan. Əslində mən bilirəm ki, səhər tezdən durdun, ən birinci yatağı toplamaq lazımdır. Çünki bu zaman işlərin daha çox planlı formada gedir. Yəni səliqədən əlavə işin psixoloji tərəfini mən sizə deyirəm. Əgər etməyənlər varsa, gün ərzində daha çox tənbəllikdən filan əziyyət çəkirsinizsə, ən birinci yatağınızı toplayın. Bu zaman gününüz daha yaxşı, türklər demiş, verimli keçəcək. Oranda yığışdırdım, biraz əl gəzdirdim. Günlük təmizlik edirəm. Çox dərinləməsinə bir təmizlik edə bilmədim, düzdür. Keçirəm, ondan sonra Alina ilə biraz oynayırıq. Bu vlogumda mən sizə bir şey danışım. Alina kravatdan yıxılıb. Mən qısa video olaraq paylaşdım. Düzdür, yaxşı yığmadı videom. Yenə də saxladım, silmədim. Məndə videom tutdu, tutmadı, saxlayıram, silmirəm. Öz yatdığımız yerdə yatır. Bilirsiniz ki, Alina heç vaxt bu uşaq o kravatdan kənara sallanmaz. Amma indi nəsə aktivləşib. Buna görə də gecə mən otaqda olmadığım vaxt gəlib oradan düşüb. Çox şükür ki, heç nə olmadı. Normal bir şəkildə atlata bildik bunu, amma mən çox qorxdum. Alina da qorxmuşdu, çox qorxmuşdu hətta. O qədər ağladı, o qədər pis oldum. Buna görə də həm də sizə deyim ki, mən ilk dəfə idi yaşayırdım. Sonradan amma təcrübəli analardan gördüm ki, onların başına çox gəlib bu hadisələr. Amma yenə də sizə də belə bir məsləhət deməyim, amma sizin də nəzərinizdə olsun ki, əgər aktivləşibsə, əgər tutub hardansa durursa, yəni çox aktivləşibsə, Alina bu aralar aktivdir maşallah. Bu zaman biraz ehtiyatlı olun, yəni. Heç etmədiyi şeyləri edir Alina, buna görə də mən biraz qorxuram. Artıq Kaleskanın gündüzlər bilirsiniz də Kaleskada yatırdı. Yəni bilənlər var, yeni gələnlər bəlkə bilmir. Əvvəlki vloqlarımı izləyənlər bilir. Kaleskada yatırdı. İndi onun da baş tərəfini çıxarmışam, yatdığı yeri. Onu yerdən qoyuram və yerdə o formada yatır. Yəni gündüzlər belə edirik, gecə isə heç bir şəkildə tək qoymuram. Yəni yoldaşımla növbəli formada baxırıq. Mənim bir işim olanda yoldaşım yanında uzanır ya da nəzarət edir. Yəni bu formada. Bundan sonra isə qızlar keçdim mən artıq mətbəxi təmizləməyə. Bilmirəm bu hissələr sizə maraqlıdır ya maraqsızdır. Düzü mən qab yumağı çox sevirəm. Əvvəldən, yəni lap uşaq vaxtından həmişə mən yuyurdum. Hətta əmim qızı bir dəfə mənə demişdi ki, sən qulluqçusan. Uşaq vaxtı heç unutmuram bunu. Biraz qəribə olmuşdum ki, yəni də ondan sonra belə başa düşdüm ki, bilirsiniz, biraz xəstəlik formasında edirdim. Məsələn, kimsə gəldi evə, anın dadını çıxarmaqdan daha çox gedim qabları yuyum, qablar orada qalmasın deyə fikirləşirdim. Hətta getdiyim bir çox yerdə güya kömək edirdim, amma bir müddətdən sonra gördüm ki, bu o qədər də yaxşı bir şey deyil. Anı da yaşamaq lazımdır, həmin andan zövq almaq lazımdır. Çünki ev təmizliyini hər zaman etmək olur. Düzdür, mən təmizlik etməyi çox sevirəm. Düzdür, Alina ilə bu mümkün olmur. Hətta həmişə sizə deyirəm ki, kanalımda mütləq böyük bir təmizlik vlogu olacaq. Yəni, ola bilər ki, bir həftə ərzində mən
evi dərindən təmizləyim, amma istəyirəm ki, bunu bütün şkafların içini, hər bir xırda nöqtəyə qədər təmizləyim. Yəni üzdən bir təmizlik edim, sırf təmizlik vloqu olsun, bunu istəmirəm. Buna görə də o təmizlik vloqu bir gün mütləq gələcək, amma hələ ki Alina ilə biraz mümkün deyil bu. Həm də bəzi başqa dəyişikliklər eləmək istəyirəm. Bundan sonra bu vloqu rahat formada çəkmək istəyirəm. Bəs sizdə necədir? Yəni bunu demək istəyirdim ki, mən təmizlik etməyi həqiqətən çox sevirəm. İstəyirəm ki, hər yer təmiz olsun və hətta belə bir şey var ki, bilmirəm bu sizdə varsa, bəzən çox tozlu bir yer olur. Oranı təmizləmək, oranı yəni təmizləndiyini görmək, yəni özüm təmizləyərkən çox mənə başqa bir rahatlıq verir. Ona görə də bəzən saxlayıram, elə bir yer olur ki, oranı saxlayıram ki, yaxşı çirklənsin, ondan sonra oranı təmizləyim. Yəni çox göz önündə olmayan bir yerdən təbii ki, söhbət gedir. Paltarlarım, şkafım filan olan yerləri çox tozlu olmasını və o formada da qalmasını heç sevmirəm. Çünki elə bilirəm ki, o paltarlar artıq çirklənib və buna görə də çalışıram ki, tez-tez dərinləməsinə olmasa belə təmizliyimi edim. Bundan sonra qızlar paltar yumuşduq. Paltarları çıxarıram ki, aparım sərim. Çox paltar asma filan bu şeyləri mən vloqlarımda çəkməmişəm. Dedim ki, bu dəfə çəkim. Amma sağ olsun yağış imkan vermədi. Paltarı elə çıxardığım kimi geri qaytarıram. Çünki yağış yağırdı. Burada da görəcəksiniz siz. Bundan sonra başlayıram ipdə olan bütün paltarları yığmağa ki, yağış onları islatmasın və beləliklə burada maraqlı bir şey düzəltmək istədim. O da alınmadı. Nəysə, növbəti vloqlarda edərik. Belə ümumi mən gün ərzində nələr etmişəm, çalışdım ki, hər şeyi çəkim. Çünki mənim sevdiyim blogerlər ya da vlog çəkən xanımlar var, youtuberlər deyim, hər nəysə. Mən daha çox yeni başlayanları izləyirəm. Çünki YouTube'da çox var ki, məsələn 200-300 minlik səhifələr var. Mən o xanımların çoxunu tanımıram. Amma yeni başlayanları həm dəstək olmağı sevirəm, həm də ki, çox belə sevdiyim xanımlar var. Otaq yığışdı demək olar ki, və digər paltarları da atdıq. Yağış da hələ ki dayanıb, buna görə paltarları da sərdik, amma məncə yağacaq yenə. Bir də sizinlə bir neçə şey haqqında danışmaq istəyirdim. Və mən hamama da girdim, çıxdım. Alena'nı da yatırdım və bu otağa biraz əl gəzdirəcəm və ondan əvvəl də sizə bir şey demək istəyirdim ki, mən başlamışam aralıqlı orucla arıqlamağa. Hələ ki, düzdür, bunu siz məndə çox hiss eləməyəcəksiniz, amma mən özümdə artıq az-az da olsa bunu hiss eləməyə başlamışam təsirlərini və sizə də maraqlıdırsa, sizin üçün də bunu vloqlarımda necə etdiyimi danışaram. Hələ ki, bu format edirəm mən. Gündəlik 2 dəfə qidalanıram, onsuz da belə eləyirdim. Sadəcə bəzən kənara çıxmalar edirdim. Amma artıq onları etmirəm. Sadəcə saat 12-də, təxmini 12 deyirəm. Çünki 12-nin yarısı 11-də də ola bilir bəzən. Yeməyimi yeyirəm, səhər yeməyimi. Yəni limitimdə yoxdur. Düzdür, çox aşırıya qaçmadan. Normal çörəyimi, yumurta filan bu şeyləri yeyirəm. Məni tox tuta biləcək şeylər. Axşam saat 5-6-ya qədərsə istədiyiniz nə istəsəz çayla içə bilərsiniz. Yəni çox şirniyyat yemirəm, düzdür. Meyvə yeyə bilərsiniz bu şeylər, amma yemək olmaz. Mən düzdür yemək yemirəm, amma meyvə, çay filan içirəm. Çay da şirniyyat paket qidalardan artıq tamamilə demək olar ki, uzaqlaşmağa çalışıram. Və paketlərdə o hazır satılan şirniyyatlardan filan almıram demək olar. Alsam da çox xırda bir şey. O bir dəfə olub cəmi. Artıq mən bir həftədir ki, təxmini başlamışam bu şeyə. Və gündəlik mürəbbə ilə içirəm çayımı. O da aşırıya qaçmadan. Yəni, hələ ki belədir. Hələ gözlə görülə biləcək bir nəticəm olmadığına görə onu düzdür sizinlə bölüşə bilmirəm. İndi isə qızlar dəvətnamə sifarişim var. Gedirəm onu etməyə. Əvvəlcə isə bura biraz əl gəzdirmək istəyirəm ki,
biraz normal vəziyyətdə olsun. Alina da yatıb hazırda. Düzdür, mən dəvətnaməni dünən saat təxmini 4-ə kimi eləmişəm. Demək olar ki, 80% hazırdır. Sadəcə sifariş olduğuna görə, yəni çox vaxt çox adam özü eləməyə çalışır bunu. Qızlar çox vaxt deyirlər ki, dəvətnamə hazırlamağa nə var? Hazır o qədər proqramlar var. Onların üzərinə hər şeyi yazırsan, özləri hazırlayır filan. Amma heç də elə deyil. Mənim məsələn istifadə etdiyim proqram aylıq onun ödənişi $30-dır. Yəni ki, bunun da üstünlükləri o adicə insanların düzəltdiyi şablon dəvətnamələrdən çox-çox fərqlidir. Orada istədiyiniz formada, istədiyiniz dizaynda hazırlaya bilirsiniz. Siz də əgər özəl günləriniz varsa, müraciət edə bilərsiniz. Sevə-sevə də hazırlayacağam. Bu günə kimi heç vaxt məndən narazı gedən müştəri olmayıb. Həmişə də o sualı verirəm ki, ürəyinizcə oldu, olmadısa başdan düzəldək, bir də düzəldək. Yəni əsas ürəyinizcə olsun. Qızlar, yeməyimlə bağlı onu da deyim ki, mən yəni özümə sərhədlər qoymamışam ki, ay bunu yeməyim, çörək yeməyim misal üçün. Əvvəllər elə eləyirdim və bunun çox ziyanını görürdüm. Çünki 3 gündən artıq mən diyeta filan, pəhriz davam elətdirə bilmirdim. İndi isə özümə elə sərhəd qoymamışam. Sadəcə sərhədim bundan ibarət ki, gündə 2 dəfə qidalanacaqsan və başqa heç bir şey yoxdur. Yəni axşam açsam da heç nə yemirəm. Saat 6-dan sonra nə yeyirəm? Meyvə, çay, yəni belə çayın yanında mürəbbə belə. Amma ki, çörək yeyim, biraz aclığım getsin filan, bu şeyləri eləmirəm. Amma əvvəllər eləyirdim. Buna görə də bir də müxtəlif problemlər var. Qəbul etdiyimiz dərmanlar, orqanizmin dəyişməsi hamiləlikdən sonra və hamiləlikdən əvvəl. Buna görə də biraz çətin olur və bəzi sağlamlıq problemləri. Buna görə də mən istəyirəm ki, bu dəfə qərarlı bir formada başlayım və bunu davam etdirim. Çünki artıq arıqlamaq istəyirəm. Hər ildə bu paltarı alacağım deyib, amma biraz arıqlayım deyib və o ili bitirmək çox pis hiss elətdirir artıq mənə. Buna görə də bu dəfə qəti şəkildə çalışacağım ki, arıqlayım. Buna görə də siz də mənə qoşulun. Bir ay ərzində baxaq görək nə qədər çəki ata bilirik. Sizə maraqlıdırsa ayrıntılı formada da mən sizin üçün vlog çəkərəm. Bu vlogda da onsuz da mən sizə yeməyimi filan, hər şeyimi də bölüşəcəm. Qızlar, dəvətnaməmi də düzəltdim. İndi də saçım hələ də qurumayıb. Saçlarımı biraz qurudum. Ondan sonra gedəcəyik Bravoya. Mən də hər dəfə vlog çəkəndə biz Bravoya gedirik. Çünki oradan biraz alınmalı şeylər var. Bu da bitib artıq. İndidən saçımı qurudum ki, yoldaşım gələnə saçım tam qurusun. Çünki dibləri hələ də yaşdır. Bunlar isə bitib. Bunları atım əvvəlcə. Dəvətnaməni hazırlayıb bitirəndən sonra və təbii ki, ödənişi aldıqdan sonra mənə bir rahatlama gəlir ki, yəni çox rahat oluram. Bir də müştəri bəyənəndə, həqiqətən dəvətnamə ürəyimcə olanda, onda daha çox belə sevinirəm ki, yəni kiminsə ürəyincə oldu mənim gördüyüm iş. Burada da indiki dəvətnamədə belə bir problem var idi ki, şəkil düzgün seçilməmişdi. Sonradan xanım, çox mədəni bir xanım idi, əlavə başqa bir şəkil göndərdi. Onunla super alındı. Dəvətnamələrdə ən yaxşısı, yəni qarışıq olmayan şəkillərdir, sadə şəkillər. Və xanım da sadə bir şəkil göndərdi, öz şəkillərini, yəni bəy və gəlinin. Çox super bir şey alındı. Bəlkə bura yerləşdirərəm, siz də baxarsınız. Ya da Instagramda məni orada da izləyin, dəvətnamə səhifəmi və digər şəxsi səhifəmi də burada linkini qoyacağım. Rahatlıqla keçid edib baxa bilərsiniz.
Dostlar, deməli gəldim mətbəxə. Ştativimi də götürdüm ki, sizin üçün vlogumu davamını çəkəcəm. Paltaryan işləyir, bilmirəm səsim necə çıxır. Əgər yaxşı olmasa üstündən səsləndirərəm. Burada da Alinanın yeməyi bişir. Belə həmişəki formada. Bir də mən sizə bugün yeni bir yemək ideyası verəcəm. Yəni əgər toyuq almaqdan, toyuq yeməkdən bezmisinizsə, düzdür, yemək toyuqlandır, amma Bravo'da can əti satılır. Toyuğun bir hissəsidir. İndi sizə göstərəcəm. Onu alıb, özü qiyməti də ucuz olur. 4 manat neçəsi qəpikdir kilosu. Yəni ondan alıb dadlı bir yemək də hazırlaya bilərsiniz. Mən çox vaxt onu qızardıram. Yəni başqa formada sınamamışam, amma çox-çox dadlı olur. İndi də sizə göstərəcəm nəyi nəzərdə tutduğumu. Bunun yanında da kartoşka püresi hazırlayacağım. Yəni çox sadə və dadlı bir yemək alınacaq. Əvvəlcə kartoflarımı soyun və suya qoyun ki qaynasın. Sonra isə bunu keçəcəm. Artıq başladım yeməyimi hazırlamağa. Bu yeməyi biz tez-tez olmasa da çalışırıq ki, bir aralar daha çox edirdik, amma ondan sonra bir müddət idi ki, yaddan çıxmışdı, ara verirdik. Yemək dediyim burada əslində çətin bir şey yoxdur və günü qurtarmaq üçün məncə yaxşı bir, dadlı bir yeməkdir. Hətta ətrafımda olanlara da məsləhət görürəm ki, alın bir dəfə sınayın. Çünki mən bilmirəm nədənsə toyuğu o qədər də çox sevmirəm. Yəni bütöv toyuq qızardıb yeməyi o qədər də çox xoşlamıram. Bilmirəm niyə. Amma ki belə bir şeylər olduğu zaman çox xoşlayıram. Hətta mənim ən çox sevdiyim yer toyuqda sümükləri olduğuna görə, sümükləri dediyim bildinizsə hansı hissəni deyirəm. O hissələr olduğuna görə bu mənim üçün çox-çox dadlı gəlir. Yəni mən məsələn filesini, toyuğun bu şeylərini heç sevmirəm demək olar. Buna görə də mənə dadlı gəlir. Bəlkə də sizə dadlı gəlməz. Amma həqiqətən də dadlı olur. Yəni biz ailecək yeməyi sevirik. Hətta mən bunu bilirsiniz nəyə oxşadıram. Bəlkə də indi məndən görüb həvəslənib gedib almaq istəyirsiniz. Amma bunu deyəndən sonra həvəsdən düşəsiniz. Qurbağaya oxşadıram mən bunu. Həqiqətən də formasını görsəz, bəlkə vloqda o qədər də yaxşı düşməyib, amma forması qurbağaya oxşuyur. Yəni bunu hər zaman ilk dəfə görəndə də qurbağaya oxşatmışdım. Düzdür, qurbağa ətini də deyirlər ki, yəni yeyənlər və qızlar, sizcə nə oldu? Alina gəldi, çıxdı qucağıma. Bu vloqu mən bayaqdan səsləndirmə əslində bitirməli idim, amma sağ olsun Alina imkan vermir mənə. Kızlar, artıq yeməyim hazırdır. Bu formada oldu. Çox dadlı da alınır. Sizə də tövsiyə edirəm. Bunu da püre halına gətirmədim. Sadəcə elə bu formada saxlayacağım. Yəni kim necə istəyir o formada yesin deyə. Yəni son nəticə belə oldu. Oturacaq indi. Sarması olsun, üstüne sarması bu. Yok olur. Ye. Bu çubuqlarla yeməyi öyrənlər kimi sushiləri bitirəcəm. Ən yaxşısı belədir. Nəticəmiz də belə oldu. Hər şeyi yedik. Çox dadlı idi.